artıq sona Ramazana çatanda nə edirik? Fitrə veririk, fitrə zəkatı veririk. Və bu fitrə zəkatı da onu göstərir ki, Ramazan həm də ictimai bir aydır. Bayramda təkcə özümüz sevinməyək, qoyun imkansız insanlar da sevinsin. Bayramda təkcə özümüz qazan asmayaq, imkansızların da qazan asmasına imkan yaradaq. Gördüyünüz kimi Ramazan böyük hikmətlərlə dolu bir aydır. Əslində dinlər tarixindən biz baxanda Ramazan, yəni oruc ibadətinin bir çox dində mövcud olduğunu görürük. İstər İbrahimi dinləri olsun, məsələn, Yahudilikdə Yom Kippur orucu var ki, 25 saat davam edən bir orucdur. Xristianlığın müxtəlif məzhəblərində fərqli şəkillərdə Pasxa öncəsi pəhriz şəklində özünü göstərən, təzahür etdirən oruc ibadətləri var. Başqa bir çox dinlərdə. Yəni istər İbrahimi olsun, istər qeyri-İbrahimi olsun, dinlərdə var. Bir-iki din istisna olmaq. Amma İslamın orucunun başqalarından fərqi ondadır ki, bunların bir qismində bəlkə oruc ibadəti sırf bədənə yönələn bir ibadətdir. Bir qismində sırf ruha yönələn bir ibadət. Bir qismində fərqli tərəflər olan ibadət. Amma İslam bunların hamısını birləşdirir. İslamın orucunun əsas mahiyyəti budur ki, Hicri 2-ci ildən etibarən bizə vacib vurulan bu orucun əsas mahiyyəti odur ki, bu həm bizim ruhani ehtiyaclarımıza cavab verir, həm ictimai yönü var. Eyni zamanda bədənimizin tərbiyəsinə xidmət edir.